Esselamu aleykum və rəhmətullah. Bu dəqiqə, bu vəziyyətin dünyada şərqin, müsəlmanların qan ağlamasının biləvasitə səbəbkarı müsəlmanlar özləridir. Süzsüz. Həccə getdiniz status üçün. Qonşunuz ac yatdı, özünüz tox oldunuz. Alimlər, axundlar, imamlar, mollalar ancaq nağıl danışdı. Quranın bəzi ayələrini dedilər, bəzi ayələrini qoxdular deməyə. Məscidlərdə kamera görür deyə qorxur, Allah görür deyə qorxmur. Başına İngilis sarığı taxır, əyninə İngilis paltarı giyinir. Müsəlman uşaqlarına siz oxumayın deyən axund, molla, fərqi yoxdur, hoca, özü uşaqların hamısını Avropada, Amerikada oxutdurur. Müqəllidlər yığır ki, pul qazansın. İslamı pula döndərdilər. Xütbələri sadəcə göstəriş üçün etdilər. Məni təqlid edin, məni tanıyın, mənə müqəllid olun. İtaət edin mənə. Özünü artıq şuuraltı tanrı kimi aparır. Biraz elm alır, gəlir, güya o elmi alver üçün istifadə eləyirdi. Deyirdi ki, bax, demirdi ya ki, ey məni dinləyənlər, kim dediyinə baxmayacaqsan, nə dediyinə baxacaqsan. Amma nə deyirdilər? Məni tərifləyin, mənim əlimdən öpün, məni sevin. Mən şeytanın, iblisin biləvasitə birbaşa sizi şirkə sürükləyən, sizi cəhənnəmə aparan və bu dünyada bu günə, bu vəziyyətə salan, bax belə insanlardır. O insanların ucbatından, o özünə müsəlman deyənlərin ucbatından bu dəqiqə bütün şərq qan ağlayır. Bütün şərq qan ağlayır, bütün müsəlmanlar qətlə yetirilir. Bütün şərq, artıq şərqdə bir dənə yer qalmadı. Məkkədə, Mədinədə, Saudi Ərəbistanda, Qızıldan mikrofonun arxasında kasıblar üçün dua eləyir. 300 kilometr o tərəfdə Somali acından ölür. Bu da nümunədir və hal-hazırda bütün dünyada olan müsəlmanların aqibəti belədir ya. Qonşusu acından orada köpsün, 10.000 verib gedəcək Məkkəyə. Nə danışsa, indi çıxacaq bəziləri. Geri zəkalılar. Allah Quranda vacib buyurub Məkkə ziyarətin. Ona görə mən gedirəm. Allah Taala deyir ki, Kəbədən üstün olan yaratdığım bəndənin qəlbidir. Bir insanın qəlbinə toxunsun, Məkkəyə də getsin, xeyri yoxdur, halallıq almaz. Bütün dünyada müsəlmanlar alçalır, qətl olunur, təpiklənir, qapazlanır, söylür, döyülür. Daha hər iş başlarına gəlir, göydən əbabil quşu axtarırlar ki, gəlib bizi qutaracaq. Bədir savaşındakı 5000 mələyi axtarırlar. Halbuki, niyə Allah indi bizə əbabil quşun göndərmir? Niyə Allah bizə 5000 mələk göndərmir? Ona görə ki, 2 milyard müsəlmanıq, 2 milyard statistikaya görə. Əgər 2 milyardın qarşısında ocumuz boyda
iblis ordusu at oynadırsa, günahı özgəsində axtarmayın. Özünüzdə axtarın ki, hansı günlərə o yerə nəyə görə gəldiniz, çıxdınız. Hər bir dənə bir balaca elm alan özü üçün talpa yığır. Bu deyir o düz demir. O deyir o düz demir. O deyir o düz demir. Vallahi billahi tallahi qiyamət günü həmin insanlara səslənirəm. O özünə müqəllid yığıb, obırsına düşman eləyən, müqəllidlərin düşman eləyən, siz bu vəziyyətə gətirdiniz ümməti. Ki ümmət, 2 milyard ümmət, hamısı səpələnib hər yerdə tək-tək məhv eləyirlər. Buradan Türkiyədəki, bütün Pakistandakı, fərqi yoxdur, dünya hər yerindəki özünə müqəllid yığan, əl öpdürənlərə səslənirəm. Fərqi yoxdur ya. İsti əqidəsindən asılı olmaraq, o obırsın pisliyib, mən düz deyirəm, obırsı səhv deyir, deyənlərin hamısına deyirəm. Qiyamət günü bu elədiyiniz hərəkətə görə siz o ağzınızı cıracaqlar. Cəhənnəmə əl-üz qol kürəyinizin arxasında zəncirləyib soxacaqlar. Daha sonra nə edəcəklər? Bunu özünüz görəcəksiniz orada. Hələ gec deyil. Əməlinizdən tövbə eləyin. Ay nə bilim bu mənzil təriqəti, filan təriqət, fəsmən təriqət, nə bilim cübbəli təriqəti, filan alim, filan müəllim, filan hoca, filan şey, hamısı da bir-birinə qarşı nifrət oyadır. Bir dənə hocanın obusu hoca ilə sözü düz gəlmədi, müqəllidlərini də düşman edirlər. Allahdan qorxun, statusa görə həcə gedənlər, statusa görə ziyarətlərə gedənlər, Allahdan qorxun, bütün dünyada olan müsəlmanların bugünkü halı siz şərəfsizləri Allah bəlanızı versin, sizin ucbatınızdandır. Allah sizi həm bu dünyada, həm ahirətdə boyunuzu yerə soxsun.